Salam. Bugün Azərbaycanın dövlət qulluğu sisteminə biraz dərindən baxacağıq. Əlimizdə dövlət qulluğu haqqında qanundan bəzi çıxarışlar var. Məqsədimiz nədir? Ən vacib məqamları anlamaq. Kim qulluqçu ola bilər, vəzifələri, hüquqları nədir, hansı məhdudiyyətlər var, hansı təminatlar verilir? Gəlin bir yerdə aydınlaşdıraq. Bəli, salam. Bu sənədlər, yəni dövlət aparatının özəyini anlamaq üçün həqiqətən açardır. Məsələn, başdan deyim, təhsil tələbləri fərqlidir. Baxın, inzibati vəzifə üçün mütləq ali təhsil lazımdır. Amma yardımçı işlər üçün tam orta təhsil də kifayət edir. Ha, bu məntiqli görünür. Yəni, məsuliyyət fərqlidirsə, hazırlıq da fərqli olmalıdır. Bəs qulluğa qəbul prosesi? Orada maraqlı bir and içmə mərasimi qeyd olunur. Bu, belə deyək, sadəcə bir formal prosedur deyil ki. Yox, qətiyyən. Bilirsiniz, daimi qulluğa ilk dəfə girən çoxu, yəni yardımçılar xaric, dövlət bayrağının altında konstitusiyaya əl basıb and içir. Bu, həm də bir növ mənəvi öhdəlikdir, dövlətə qanuna sadiqliyin simvolik təsdiqidir. Üstəlik, hər kəsin şəxsi işi olur, xidməti vəsiqəsi verilir, hamısı da dövlət reyestrində qeydə alınır. Yəni, hər şey qaydasındadır. Aydındır. Ciddi bir başlanğıc və yaxşı qurulmuş bir sistem. Bəs gündəlik işdə qulluqçunun əsas vəzifələri nədir və bunun qarşılığında hansı hüquqları var? Bir balans olmalıdır yəqin ki. Tamamilə düzdür. Balans var. Qanun bunu çox aydın göstərir. Vəzifələrə baxsaq, ilk növbədə qanunlara əməl etmək, rəhbərin qanuni əmrlərini yerinə yetirmək, sonra dövlət və xidməti sirri qorumaq və maraqlıdır ki, bu öhdəlik qulluq bitəndən sonra da qalır. Bu vacib məqamdır. Hətta sonra da. Bu maraqlıdır. Bunda qərəzsiz baxmaq, etik qaydalara riayət etmək, bir də illik gəlir bəyannaməsi var şəffaflıq üçün. Bunlar xüsusən vətəndaşla işləyənlər üçün həqiqətən ciddi öhdəliklərdir. Bəs bunun müqabilində qulluqçunun hansı imkanları, hüquqları var? Hüquqlar da əlbəttə var. Məsələn, işiniz üçün lazım olan məlumatı almaq hüququ, layiqli maaş almaq, qulluqda irəli çəkilmək. Həm də, məsələn, elmi işlə, yaradıcılıqla məşğul ola bilərlər. Hətta, belə deyək, rəhbərliyin icazəsi ilə, pedaqoji fəaliyyətlə də, ödənişli olsa belə, şəxsi işi ilə tanış olmaq, hüquqlarını müdafiə etmək, peşəkarlığını artırmaq üçün təhsil almaq imkanı, bunlar da var. Deməli, sistem həm tələb edir, həm də müəyyən qədərdə dəstək olur. Amma yəqin ki, qadağalar da az deyil. Nələr etmək olmaz qətiyyən? Bəli, məhdudiyyətlər də var və bunların da öz məntiqi var. Məsələn, qulluqçu başqa ödənişli vəzifə tuta bilməz. Yəni, əsas işindən başqa. Düzdür, elmi, yaradıcılıq, bir də icazə ilə pedaqoji iş istisnadır. Amma ümumi qayda budur. Məqsəd nədir? Maraqlar toqquşmasın, diqqəti əsas işində olsun. Aydındır. Başqa nə kimi məhdudiyyətlər var? Siyasi partiya fəaliyyətində iştirak etmək olmaz, tətillərə qoşulmaq olmaz, vəzifəsindən dini təbliğat üçün istifadə etmək olmaz. Bunlar hamısı dövlət qulluğunun, belə deyək, bitərəfliyini, siyasi neytrallığını qorumaq üçündür. Bu məhdudiyyətlər həqiqətən dövlət qulluğunun fərqli statusunu göstərir. Yaxşı, bəs karyera necə qurulur? Sosial təminatlar nə vəziyyətdədir? Uzun müddət işləyən birinə gözləyə bilər. Karyera üçün sistem var. Vəzifəyə, iş stajına uyğun olaraq ixtisas dərəcələri verilir. Bu dərəcələr də maaşa təsir edir təbii ki. Maaşın özü də bir neçə hissədən ibarətdir. Vəzifə maaşı, mükafatlar, sonra da əlavələr, məsələn, həmin ixtisas dərəcəsinə staja görə. Bəs sosial müdafiə? Təminatlar da var. Layiqli maaş, normal iş şəraiti, məzuniyyət hüququ, icbari tibbi sığorta, pensiya təminatı, bunlar qanunla təsbit olunub. Hətta işdən çıxarılma halında belə müəyyən üstünlüklər var. Və çox vacib bir məqam. Qulluqçu və ailəsi işi ilə bağlı hər hansı təzyiqdən, zorakılıqdan dövlət tərəfindən qorunur. Bu çox önəmli bir zəmanətdir. Bəli, dövlətin öz nümayəndəsinə verdiyi dəyəri göstərir. Beləliklə görürük ki, Azərbaycanın dövlət qulluğu sistemi kifayət qədər ətraflı tənzimlənib. Həm yüksək məsuliyyət tələb edir, həm də müəyyən imkanlar və təminatlar yaradır. Qaydalar, hüquqlar, məhdudiyyətlər, hamısı bir yerdə. Tamamilə doğrudur. Bu, dövlət idarəçiliyinin işləməsi üçün qurulmuş mürəkkəb, amma məncə məntiqli bir sistemdir. Və sonda sizin üçün bir düşüncə mövzusu.
Görəsən, dövlət qulluqçusuna qoyulan bu dəqiq çərçivə, bütün bu öhdəliklər, məhdudiyyətlər onun cəmiyyətdəki rolunu, məsuliyyətini necə formalaşdırır? Və bu, sizin bir vətəndaş kimi dövlət qurumları ilə münasibətinizə, onlardan gözləntilərinizə necə təsir edir? Bu barədə düşünməyə dəyər.